13 may 2026 tarixinə olan son page və radar məlumatlarının təhlilləri onu göstərir ki, hazırda Azərbaycan vaxtı ilə saat 22:01 radələrində Azərbaycanın Cəlilabad, Astara, Mərkəzi Aran və Dağlıq Şirvan ərazilərində hava şəraitində kəskin dəyişiklik müşahidə edilir. Ötən dəqiqələrdə Şuşa və Gədəbəy dolu yağıb, Naxçıvanın Dağlıq rayonlarında dolu yağıb. Bu sistem Naxçıvan ərazisindən və Kiçik Qafqaz ərazisindən Mərkəzi Arana daxil oldu və hazırda Mərkəzi Aranda və Cəlilabad, Astarada eyni zamanda Dağlıq Şirvanda şimşək çaxır, leysan yağır və yağıntılar lokal, intensiv və güclüdür. Lokal dolu yağıntısı müşahidə edilir. Bu sistem hazırda Bakı, Abşeron, Sumqayıt arasına doğru yaxınlaşır. Ümumilikdə həm Mərkəzi Arandan və Dağlıq Şirvandan Bakı, Abşeron, Sumqayıt arasına doğru topa yağış buludları yaxınlaşır. Eyni zamanda Bakıdan 60 km cənubda Xəzər dənizi ərazisində də başqa bir sistem də formalaşır və bu sistem də Bakı, Abşeron, Sumqayıt arasına doğru yaxınlaşır. Yaxın saatlarda Bakı, Abşeron, Sumqayıt arasında hava şəraitinin kəskin dəyişilməsi ehtimalları var və bu sistem yaxından izlənilir. Bu sistemin real zaman ərzində güclənməsi müşahidə edilərsə, bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq və Bakıda da hava şəraitinin kəskin dəyişilməsi ehtimalları var. Bu ehtimal 100% olmasa da 15-20%-ə yaxındır. Sistem real zaman ərzində güclənərsə artıq bu ehtimal faizləri 95%-ə qədər yüksələ bilər. Bu barədə yenilənmiş məlumatların təhlilləri əsasında kanalda yeni video yayımlanacaq. Bu sistemin parametrləri topa yağış buludlarının parametrlərinə uyğun gəlir və bu sistem nəticəsində həm leysanla bərabər lokal küləklərin də güclənməsi ehtimalları var. Bu barədə yaxın dəqiqələrdə yeni məlumatlar yayımlanacaq.